Bismillah və salatu və salam alə Rasulillah və alə alihi və ashabihi və mən vələ. Ərəb dilindən silsilə dərslərimiz davam edir və bugün biz 17-ci dərsi keçəcəyik. Əslində qalsa 17-ci dərs bu kitabda 16-cı dərsin davamıdır və 16-cı dərslə birbaşa əlaqəlidir. Və biz keçən dərsimizdə, 16-cı dərsimizdə qeyri-aqil, yəni insan olmayan isimlərin cəmini öyrəndik və bu dərsdə həmən qaydanı bir daha təkrar edirəm və biz bildik ki, ərəb dilində qeyri-aqil, yəni insan olmayan varlıqların adlarını bildirən isimlərin cəmi təkindəki cinsindən asılı olmayaraq müənnəs qadın cinsi isimlərin təkinin qrammatik xüsusiyyətlərini kəsb edir. Yəni bu o deməkdir ki, deməli qeyri-aqil isimlər, yəni qeyri-aqil isimlər dedikdə nə nəzərdə tutulur? Deməli heyvanlar və həmçində cansız əşyalar. Yəni bu isimlərin cəmlənərkən biz bunlara qadın cinsinin təki kimi müraciət edirik. Yəni qadın cinsinin təki kimi işarə olunur bu isimlərə və həmçində şəxs əvəzi ilə işlənərkən bu deməli həmən bu isimlərə aid olan şəxs əvəzlikləri də qadın cinsində olur və həmçində feillərlə işlənəndə də bu isimlər qadın cinsinin təki kimi götürülür. Və bu gün biz deməli həmən bu qeyri-aqil isimlərin cəmlənərkən uzlaşmada baş verən deməli uzlaşmada baş verən dəyişiklikləri öyrənəcəyik. Və bunu qeyd etməliyəm ki, qeyri-aqil isimlər cəmlənərkən onların təkləşməsi və müənnəsləşməsi, yəni həm təkləşməsi, həm də qadın cinsində olması bu cümlədə uzlaşma tələb olunan hər yerdə nəzərə alınmalıdır. Və uzlaşma tələb olunan yerlər nə nəzərə tutulur? Məsələn, biz bilirik ki, mübtəda ilə xəbər, yəni bir sözdən ibarət olan xəbər mübtəda ilə uzlaşır. Yəni həm cinsdə, həm də kəmiyyətdə uzlaşır. Və məsələn, tutaq ki, biz yazırıq ki, Əl-kitabu cədidun. Gördüyümüz ki, burada Əl-kitabu müzəkkər isimdir və ona görə də Əl-cədidun xəbəri müzəkkərdir və həmçində Əl-kitabu təkdə olduğu üçün cədidun da təkdədir. Və cəmdə isə məsələn aqil isimlərin cəmində Ət-tullabu cududun. Tələbələr yenidirlər. Və gördüyünüz ki, burada Ət-tullabu aqil ismin cəmidir və xəbər isə cəmdədir və xəbər də bununla uzlaşaraq deməli cəmdə olmuşdur, cududun. İndi isə qeyri-aqil, Əl-kitabu sözünün cəminə baxaq. Və biz desək ki, Əl-kutubu kitablar. Artıq biz Əl-kutubu sözü qeyri-aqil ismin cəmi olduğu üçün onun xəbəri biz buna deməli müənnəs tək qrammatik xüsusiyyətlərini verdiyimiz üçün xəbər də müənnəs və təkdə olacaq. Əl-kutubu cədidətun. Əl-kutubu cədidətun. Həmçinin məsələn belə bir cümlə yazıram. Kitabul cədidu aləl məktəbi. Yeni kitab stolun üzərindədir. Həmçinin uzlaşma tələb olunan yerlərdən biri də sifət təyini söz birləşməsidir. Yəni sifətdən ibarət olan təyini söz birləşməsində uzlaşma tələb olunurdu. Yəni biz bilirik ki, deməli sifət təyini söz birləşməsində nəət, yəni sifət, mənutla, yəni sifətləşmiş isimlə 4 şeydə uzlaşır. Birincisi müəyyənlik, qeyri-müəyyənlikdə, ikincisi kəmiyyətdə, üçüncüsü cinsdə, dördüncüsü isə halda. Və buna görə də əgər biz bu cümləni, yəni kitabun sözünü cəmə çevirsək və desək ki, Əl-kutubu, bu zaman Əl-cədidu, yəni sifəti Əl-kutubu sözünə uzlaşacaq, isminə uzlaşacaq və
Bu qeyri-aqil ismin cəmi olduğuna görə əl-cədidu sifəti tək müənnəs qrammatik xüsusiyyəti götürəcək və əl-kutubul cədidətu aləl məktəbi. Yeni kitablar stolun üzərindədir. Gördüyümüz kimi bu kitab sözü, kitabun sözü müzəkkər, yəni kişi cinsində olmasına baxmayaraq cəmləndikdən sonra qadın cinsinin təki qrammatik xüsusiyyətini kəsb etmişdir. 17-ci dərsimizdə biz qeyri-aqil, yəni insan olmayan varlıqların adlarını bildirən isimlərin cəmi və bu cəmin deməli cümlə tərkibində uzlaşmasını öyrəndik. Və biz bildik ki, ərəb dilində insan olmayan, yəni qeyri-aqil isimlərin cəmi təkindəki cinsindən asılı olmayaraq qadın cinsinin təki, yəni müənnəs tək qrammatik xüsusiyyətlərini kəsb edir və bu təkləşmə və müənnəsləşmə, yəni cəmlənərkən, qeyri-aqil isimlərin cəmlənərkən təkləşməsi və həmçinin müənnəsləşməsi uzlaşma tələb olunan hər bir yerdə nəzərə alınmalıdır. Mübtəda, xəbər və ya sifət kimi uzlaşma tələb olunan yerlərdə. İndi bizdə burada, deməli, bu 17-ci dərsdə 13 cümlə verilib və bu 13 cümlədə deməli qeyri-aqil isimlərin cəmi və cəmlənə və cümlə tərkibində uzlaşmasına deməli aid nümunələrdir. Birinci cümləni oxuyaq. Əbvabul məscidi məftuhətun. Məscidin qapıları açıqdır. Və fikir versək burada bəbun sözü əslində müzəkkər isimdir, yəni kişi cinsindədir. Amma məftuhətun qadın cinsində verilib. Niyə görə? Çünki əbvabun cəmdədir. Və əbvabun qeyri-aqil ismin, yəni cəmi olduğu üçün xəbər müənnəs təkdə, yəni qadın cinsinin təkində verilib. Limən hədihil buyutul cədidətu. Bu yeni evlər kimindir? Və fikir versək burada əl-buyutu qeyri-aqil olduğundan həzihi işarə əvəzi ilə işarə olunub və həmçində əl-cədidətu müənnəs təkdə verilib. Hiyə li mudiri şərikəti. Onlar şirkətin müdürünündür. Və hiyə şəxs əvəzi də burada işlənib. Ən-nucumu cəmilətun. Ulduzlar gözəldir. Və ən-nucumu qeyri-aqil cəmi olduğundan cəmilətun müənnəs təkdə verilib. Həzihi durusu səhlətun. Bu dərslər asandır. Və fikir versək, əd-durusu qeyri-aqil ismin cəmidir və buna görə də həzihi işarə əvəzi ilə işarə olunub və həmçində xəbər müənnəs təkdə, yəni səhlətun verilib. Fil hindi lüğətun kəsiratun. Hindistanda çoxlu dillər var. Əynəl kutubul cədidətu. Yeni kitablar haradadır? Hiyə fil məktəbəti. Onlar kitabxanadadır. Və burada fikir versək, yenə də əl-kutubu qeyri-aqilin cəmidir və ona görə də əl-cədidətu müənnəs təkdə verilib və həmçində hiyə şəxs əvəzindən istifadə olunub və hiyə şəxs əvəzi bildiyimiz kimi müənnəs mufrad tək üçün işlənən şəxs əvəzidir. Tilkə sururu məksuratun. O çarpayılar sınıqdır. Və əs-sururu sərirunun cəmi olduğundan tilkə işarə əvəzi ilə işarə olunub və xəbərdə də məksuratun xəbəri işlənib qadın cinsində. Əs-sa'atul yabaniyyətu raxisatun. Yapon saatları ucuzdur. Hədihil humuru əl-hamiru və ya əl-hamiru lil-fəlləhi. Bu uzun qulaqlar
Himarun sözünün iki cəmi var. Əl-humuru və əl-hamiru. Yəni hər ikisi işlənə bilər və biz cəm mövzusundan bilirik ki, bir sözün bir neçə cəm forması ola bilər. Bu uzun qulaqlar kəndlinindir. Əynə kutubukunne ya əxavatu. Kitablarınız haradadır, ey bacılar? Hiyə fil fasli. Onlar sinifdədir. Həzihi kutubi və tilkə kutubu uxti. Bunlar mənim kitablarımdır. Onlar isə bacımın kitablarıdır. Və kutubun cəmdə olduğundan həzihi və tilkə işarə vəzilərindən istifadə olunub. Həzihi məkatibut tullabi. Bunlar tələbələrin yazı stollarıdır. O məkatib cəmdə olduğundan həzihi işarə vəzindən istifadə olunub. Fi həzə şəri'i fənədiqu kəbiratun. Bu küçədə böyük mehmanxanalar var. O fənədiqu cəmdə olduğundan kəbiratun müənnəs təkdə işlənmişdir. Növbəti tapşırıqda bizə suallara cavab vermək tələb olunur. Əynəl kutubul cədidətu. Yeni kitablar haradadırlar? Və burada əl-kutubu qeyri-aqil ismin, yəni kitabun sözünün cəmi olduğundan biz hiyə şəxs əvəzliyindən istifadə edəcəyik. Hiyə fil məktəbəti. Onlar kitabxanadadır. Və ya əl-kutubul cədidətu fil məktəbəti. Yeni kitablar kitabxanadadır. Limən hədihil buyutul kəbiratu. Bu böyük evlər kimindir? Hiyə limudiri şərikəti. Onlar şirkətin müdürünindir. Və ya hədihil buyutul kəbiratu limudiri şərikəti. Əəbvabus səyyarati məftuhətun. Maşının qapıları açıqdırmı? Lə hiyə muğləqatun. Xeyr, onlar bağlıdır. Və ya lə əbvabus səyyarati muğləqatun. Xeyr, maşının qapıları bağlıdır. Və burada əbvabun qeyri-aqil ismin cəmi olduğundan hiyə şəxs əvəzliyi ilə istifadə olunub. Əynə əqləmul müdərrisi. Müəllimin qələmləri haradadır? Hiyə fil məktəbəti. Onlar kitabxanadadır. Və ya əqləmul müdərrisi fil məktəbəti. Müəllimin qələmləri kitabxanadadır. Əynəl kiləbu. İtlər haradadır? Və əl-kiləbu kəlbun cəmidir, qeyri-aqilin cəmidir. Və ona görə də biz hiyə şəxs əvəzindən istifadə edəcəyik. Hiyə fil hədiqati. Onlar bağçadadır. Və ya əl-kiləbu fil hədiqati. İtlər bağçadadır. Əynəl həmiru. Uzun qulaqlar haradadır? Hiyə fil hədiqati. Onlar bağçadadırlar. Və ya əl-həmiru fil hədiqati. Uzun qulaqlar bağçadadır. Əynə kutubuki yə Məryəmu. Kitabların haradadır ey Məryəm? Hiyə aləl məktəbi. Və ya kutubi aləl məktəbi. Onlar yazı stolunun üzərindədir və ya kitablarım yazı stolunun üzərindədir. Əynə dəfətirut tulləbi. Tələbələrin dəftərləri haradadır? Hiyə fil fasli. Onlar sinifdədir. Və ya dəfətirut tulləbi fil fasli. Tələbələrin dəftərləri sinifdədir. Əynəl fənədiqus səğiratu. Kiçik mehmanxanalar haradadır? Hiyə fiş şəri'i.
onlar küçədədir. Və ya əl-fənadiqus səğiratu fiş-şəri'i, kiçik mehmanxanalar küçədədir. Limən hədihil əqlamul cədidətu, bu yeni qələmlər kimindirlər? Hiyə li Muhammedin, onlar Məhəmmədindir. Və ya hədihil əqlamul cədidətu li Muhammedin, bu yeni qələmlər Məhəmmədindir. Növbəli tapşırığımızda bizə cümlələr verib və bu cümlələrin fikir versək mübtədası təkdədir. Və bu mübtədanı cəmə çevirmək və sonra da xəbəri onunla uzlaşdırmaq bizdən tələb olunur. Məsələn, misal verib bizə əl-bəbu məftuhun, qapı açıqdır. Əl-bəbunun cəmi əl-əbvəbu, əl-əbvəbu və bu zaman xəbər mübtəda ilə uzlaşacaq və əl-əbvəbu sözü qeyri-aqilin cəmi olduğundan xəbər də qadın cinsinin təkində işlənəcək. Əl-əbvəbu məftuhətun, qapılar açıqdır. Həzə qələmun cədidun, bu yeni qələmdir. Həzihi əqlamun cədidətun, bunlar yeni qələmlərdir. Ən-nəcmu cəmilun, ay, ulduz gözəldir. Ən-nucumu cəmilətun, ulduzlar gözəldir. Zəlikə kitabun qadimun, o köhnə kitabdır. Tilkə kutubun qadimətun, onlar köhnə kitabdırlar. Onlar köhnə kitablardır. Zəlikəl beytu cəmilun, o ev gözəldir. Tilkəl buyutu cəmilətun, o evlər gözəldir. Həzəd dərsu səhlun, bu dərs asandır. Həzihid durusu səhlətun, bu dərslər asandır. Zəlikəl cəbəlu bə'idun, o dağ uzaqdır. Tilkəl cibəlu bə'idətun, o dağlar uzaqdır. Həzəl məktəbu məksurun, bu yazı stolu sınıqdır. Hədihil məkatibu məksuratun, bu yazı stolları sınıqdır. Həzə məscidun cəmilun, bu gözəl məsciddir. Həzihi məsacidu cəmilətun, bunlar gözəl məscidlərdir. Həzihi səatun raxisatun, bu ucuz saatdir. Həzihi səatun raxisatun, bunlar ucuz saatlardır. Tilkət tairatu kəbiratun, o təyyarə böyükdür. Tilkət tairatu kəbiratun, o təyyarələr böyükdür. Həzə talibun cədidun, bu yeni tələbədir və talibun aqil isim olduğundan həuləi tullabun cududun, və burada həuləi və cududun cəmdə işlənib. Zəlikər raculu alimun kəbirun, o kişi böyük alimdir. Həuləir ricalu uləməu kibarun, bu kişilər böyük alimlərdir. Həzən nəhru kəbirun, bu çay böyükdür. Həzihil ənhəru kəbiratun, bu çaylar böyükdür. Növbəti tapşırıqda bizə sözlər verib, müəyyənlikdə olan sözlər verib və biz bunları mübtəda iş kimi götürüb, münasib xəbərlər qoymaqla
cümləni tamamlamalıyıq. Əl-beytu cədidun, ev yenidir. Ən-nucumu, ulduzlar və ulduzlar qeyri-aqil ismin cəmi olduğundan biz qadın cinsinin təkində, deməli xəbəri qadın cinsinin təkində qoymalıyıq. Ən-nucumu cəmilətun, ulduzlar gözəldir. Əl-bəbu məftuhun, qapı açıqdır. Əl-qaləmu məksurun, qələm sınıqdır. Əl-buyutu kəbiratun, evlər böyükdür. Əl-əbvəbu məftuhətun, qapılar açıqdır. Və əbvəbu cəm olduğundan, qeyri-aqil cəmi olduğundan məftuhətun qadın cinsinin təkində işlənib. Əs-səyyəratu qadimətun, maşınlar köhnədir. Əl-mindilu vasixun, dəsmal kirlidir. Əl-fənədiqu kəbiratun, mehmanxanalar böyükdür. Ət-tullabu muctəhidunə, tələbələr çalışqandırlar. Əl-qumsanu nazifətun, köynəklər təmizdirlər. İndi isə bizə bu isimlərin, bu sözlərin cəmini demək bizdən tələb olunur. Bəbun, əbvəbun, qapı, qapılar. Beytun, ev. Buyutun, evlər. Nəcmun, ulduz. Nucumun, ulduzlar. Qaləmun, qələm. Əqləmun, qələmlər. Himərun, uzun qulaq. Həmirun, uzun qulaqlar və ya humurun. Sərirun, çarpayı. Sururun, çarpaylar. Nəhrun, çay. Ənhərun, çaylar. Səyyəratun, maşın. Səyyəratun, maşınlar. Kəlbun, it. Kiləbun, itlər. Tairatun, təyyarə. Tairatun, təyyarələr. Dərsun, dərs. Durusun, dərslər. Bəhrun, dəniz. Bihərun, dənizlər. Kitabun, kitab. Kutubun, kitablar. Qamisun, köynək. Qumsanun, köynəklər. Dərracətun, velosiped. Dərracətun, velosipedlər. Həqlun, tarla, əkin sahəsi. Huqulun, tarlalar, əkin sahələri. Cəbəlun, dağ. Cibəlun, dağlar. 17-ci dərsdə işlənən yeni sözlər. Əş-şərikətu, şirkət, cəmi, şərikətun, şirkətlər. Mudiru şərikəti, şirkətin müdiri. Əl-qamisu, köynək, cəmi, qumsanun və raxisun, ucuz.